Salam onlar. Salam onlar. Ötən gecə şəhərimizə növbəti qonaq təşrif buyurdu. Ənənəni pozmayıb Sami Yusif də söhbətə vətənimizə tərif oxumaqla başladı. Çok sağ olun. Teşekkür ederim. I have a wonderful feeling vallahi. Mən də özümü çox gözəl hiss edirəm Azərbaycanda olmağım və burada olmağımdan məmnunam. Truly, I've definitely this is my heritage. I've come back to my heritage, my identity, and it's an honor to be here. And I'm so happy to be amongst you all. Yəni mən burada olmağımdan çox sevinirəm ki, yəni bu mənim məmnunluq hissimdir ki, hansı ki mən bunu burada ifadə edib və demək istəyirəm ki, mən bundan sevinirəm. Story to tell the world. Azərbaycan böyük və qədim bir mədəniyyətə malikdir. Biz istəyirik ki, bu mədəniyyəti bütün dünyaya bildirək. Treasures and we want to tell the whole world inshallah this untold story. Ürəyindəkiləri mətbuatla görüşə saxlayan Sami Yusifin əslinin hardan olmasını müəyyənləşdirdikdə İlk öncə sülhün ən böyük göstəricisi olan salamlarımı yetirirəm hər birinizə. Mən 1980-ci ildə Tehranda anadan olmuşam. Mənim atam və anam hər ikisi Azərbaycanlıdır. Mənim hər iki valideynimin babaları əslən Bakıdandır. Yəqin elə bu səbəbdən gəlib konsertini yola verən və geri dönənlərdən fərqli olaraq o şəhərimizin tarixi ilə maraqlandı. Everything in creation was by him begun. With his infinite power, anything could be done. Ask Allah for his pardon. Məlumunuz olsun ki, burada verəcəyi konsert üçün qonorardan da imtina edən Sami Yusif Azərbaycan dilində bilməsə də, bu hərəkəti ilə xalqımıza olan bağlılığını bir daha nümayiş etdirdi. Mən 2 yaşımdan Britaniyada yaşayıram və bu səbəbdən Azərbaycanca danışa bilmirəm, amma 99% hər şeyi başa düşürəm. Very clearly, but I just can't speak. Certainly the musical genres that you have. Əlbəttə ki, mənim Azərbaycan mədəniyyəti ilə bağlı məlumatım var. Xüsusilə qeyd edə bilərəm ki, sizin çox zəngin musiqiniz var. And the way they're integrated as well, it's very beautiful really. Onun yaradıcılığının İslamla bağlanması məsələsinə də biganə yanaşılmadı. İslam pop musiqisi demək olar ki, mənim həyatımdır. I'm an artist. Yəni mən özümü dini musiqiçi kimi görmürəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, mən sənətçiyəm, bir müğənniyəm. Hər bir dünya müğənnisi bir musiqi ifa edir. Mən də bu musiqini ifa edirəm. I believe people, it's
the hub, the love that people have. Bilirsiniz, adətən insan sevgisini qazandıqdan sonra hamı istəyir ki, onun müğənnisi olsun. This is the lovely thing. But fact, of course, is different to rumor. Onun ifasında olan Allahu Allah mahnısının bəstəkarı ətrafında gedən mübahisə əks fikirlərə gətirdi. Jurnalistlər bu mahnının yerli bəstəkara, Sami Yusif isə bunun Əfqan folkloruna aid olduğunu təsdiqlədi. Bu Əfqan folklorundan irəli gəlir. Bu çox məşhur folklordur. İşit Allah dərdimi bu ahlarını, rahm eylə bağışla günahlarını, hayır eylə həm axşam həm sabahlarını. Wallahi, this song. Bu Əfqanistan folklorundan götürülmüş musiqidir. Bu çox gözəl musiqidir. In every country. Hasbi Rabbi Callallah, Allahu Allah, ma fi qalbi gayrullah, Allahu Allah. Sami Yusifin şəhərimizə ilk səfərinin ilk günü bununla bitdi. Sabah o, onu sevənləri konsertində gözləyir. It is difficult to explain. Mən öz hisslərimi sizlərə çatdırmaqda çətinlik çəkirəm. Çünki buranı öz evim kimi qəbul edirəm. At home.